Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfərin məhkəmə prosesinin növbəti baxış iclasında Ermənistanın təcavüzkar müharibəsini və işğalçılıq siyasətini təsdiqləyən və pisləyən, buna qarşı çıxan çoxsaylı beynəlxalq sənədlər, hesabatlar, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 məlum qətnaməsi, həmin vaxt dünya mediasında dərc olunan məqalələr təqdim edildi. Tədqiq olunan xarici təşkilatların hesabatlarında və xarici mediada yer alan məqalələrdə 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Azərbaycanlıların öz torpağını necə zülmlə məcburi tərk etməsindən, insanların itkin düşməsindən, qarda, şaxtada donub ölməsindən, mülki insanları xilas etmək istəyən Azərbaycan vertolyotlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən necə vurulmasından bəhs edilib. 6 aprel 1993-cü il. Azərbaycan Murov dağ keçidi. Onlar qarla örtülü düzənliklərdə qara nöqtələr kimi görünürdülər. Təxminən 2743 metr hündürlüyündəki dağ keçidinin şimal yamacından enən 3 nəfər öz torpağında sığınacaq axtararaq irəliləyirdi. Meşə yoluna bənzər bir cığırda məlum oldu ki, onlar əslində 5 nəfərdir. 30 yaşlarında taqətdən düşmüş bir kişi və qucaqlarında körpəsi olan 20 yaşlarında 2 qadın. Onların hamısı şaxtadan donurdu. 6 günlük meşə və dağ yürüyüşündən sonra şok vəziyyətində idilər. Ermənistan qüvvələri Kəlbəcəri ələ keçirərək minlərlə Azərbaycanlının evindən çıxmasına səbəb olmuşdu. Həmin vaxt xarici mediaya müsahibə verən Kəlbəcər sakini Səttar Tağıyev yaşadıqlarını belə ifadə edir. Biz yola çıxanda təxminən 30 nəfər idik. Amma yol boyu bir-birimizdən ayrı düşdük və indi digərlərinin başına nə gəldiyini bilmirik. Bəlkə də onların hamısı ölüb. Məqalədə qeyd olunur ki, dağ keçidinin o biri tərəfində qalanlar dərhal təxliyə edilməsə, çoxlu sayda insan tələfatı olacaq. Çünki orada qalanlar ən həssas qruplar, yəni yaşlılar, qadınlar və uşaqlardır. Gənc kişilər belə keçidi keçərkən yorğun halda və şok vəziyyətində olublar. Məhkəmədə tədqiq edilən sənədlərdə qeyd olunur ki, Ermənistan ordusunun Kəlbəcəri işğal etməsi böyük miqyaslı qaçqın böhranı yaradıb. 1993-cü ildə dərc olunan həmin məqalələrdə BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsindən ciddi narahatlıq ifadə etdiyi bildirilib. Sonra Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Təşkilatının Ermənistanın 1993-cü ildə Azərbaycan ərazilərini işğal etməsi və Azərbaycanlıların hüquqlarını kobud şəkildə pozduğunu təsdiqləyən hesabatı təqdim edildi. Hesabatda qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın rayonlarına amansız hücumlar edib, əraziləri ələ keçirməsi nəticəsində mülki Azərbaycanlılar evlərindən qovulub, öldürülüb, əsir və girov götürülüb. Əsirlikdən qaçmağa çalışan insanlara atəş açılıb, öldürülüb. Hesabatda Ermənistanın həmin dövrdə hərbi qaydaları pozduğu, müharibə cinayətləri törətdiyi, mülki Azərbaycanlıları heç bir fərq qoymadan atəşə tutduğu, bombardıman etdiyi, əhalinin məcburi şəkildə yerini dəyişdirməsi, əmlakını talan etməsi və yandırması, əsir və girovlara düzgün davranmadığı əksini tapıb. Ermənistanın həmin dövrdə hərbi cinayətlər törətməklə Cenevra Konvensiyasının tələblərini kobud şəkildə pozduğu göstərilib. Qeyd olunur ki, Ağdama hücum zamanı bir sıra hərbi cinayətlər törədilib və müharibə qaydaları pozulub. Şəhər işğal edildikdən sonra məqsədli şəkildə talan olunub və yandırılıb. 1993-cü ilin avqust-oktyabr aylarında Azərbaycanın Qubadlı, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının işğalı zamanı mülki əhaliyə məxsus əmlak talan olunub və məhv edilib. Sonra Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Azərbaycanın rayon, şəhər, qəsəbə və kəndlərinin Ermənistan tərəfindən işğal edildikdən sonra dağıdılıb viran qoyulmasını, mədəni, tarixi, dini abidələrin məhvini, infrastrukturun, mülki əmlakın, qəbristanlıqların dağıdılmasını əks etdirən foto və video materialları təqdim etdi. Bildirildi ki, işğal dövründə dini abidələrimiz və məscidlərimiz dağıdılmaqla yanaşı, həm də donuz saxlanılmaqla təhqir olunub. İclasda işğaldan azad edilmiş rayon, şəhər və kəndlərə baxış keçirilməsinə dair protokollar və həmin protokollara əlavə edilmiş foto və video görüntülər nümayiş etdirildi.
istintaq zamanı keçirilmiş ekspertiza rəyləri elan olundu. Qeyd edək ki, bu təcavüzkar müharibə zamanı Azərbaycanın mədəni sərvətinə aid olan tarix və mədəniyyət abidələrinin hücum obyektinə çevrilməsi, hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə edilməsi, qəsdən böyük həcmdə yandırılması, artilleriya qurğularından atəşlər açıb partladılması, fiziki üsullarla qismən və tamamilə dağıdılması, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməsi nəticəsində ölkəmizə və xalqımıza xüsusilə küllü miqdarda ziyan vurulub. Məhkəmə prosesi mayın 19-da davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkanyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözü gedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.